Hər vaxtınız xeyir vəfa. Bəli, bugün Ulu Öndər Mustafa Kemal Atatürk'ün Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Ümummilli lider Heydər Əliyevin Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir kəlamlarının bir daha idrak edildiyi gündür. Vətən müharibəsi şəhidlərimizin əziz xatirəsi ölkəmizdə olduğu kimi qardaş Türkiyədə də ehtiramla yad edilir. İstanbuldan İzmirə qədər, Sivasdan Qarsa, Ardahana, İldır'a qədər bir çox yerdə anı mərasimləri keçirilir. Şəhidlərimizin ruhuna fatihalar oxunur. Əslində anı mərasimləri bir neçə gündür başlayıb. Ankara'da Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin ölkəmizin Türkiyədəki səfirliyi ilə birgə təşkil etdiyi tədbirdə şəhidlərimizin xatirəsi ehtiramla yad edildi. Tədbir iştirakçıları 44 günlük vətən müharibəsini Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi qiymətləndirdilər. Eyni zamanda bildirildi ki, 44 günlük vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığını da bir daha bütün dünyaya nümayiş etdirdi. Həqiqətən 5 il əvvəl bugünkü gün, bu saatlarda Ermənistan növbəti hərbi təxribatına cavab olaraq ordumuzun əks hücumu başladığı andan etibarən ilk reaksiya Türkiyədən gəldi. Bu reaksiya ardıcıl olaraq 44 gün ərzində davam etdi. Prezident Rəcəb Tayyib Ərdoğan, parlament, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, digər qurumlar və ümumxalq dəstəyi 44 gün davam etdi. Bəyanatlar davam etdi və eyni zamanda dezinformasiya ilə mübarizə böyük önəm kəsb edirdi. Cəbhə bölgəsindən məlumatların dünya ictimaiyyətinə operativ çatdırılması böyük əhəmiyyət kəsb edirdi və bu işlə də Türkiyənin nüfuzlu kütləvi informasiya vasitələrinin əməkdaşları yorulmadan, fasiləsiz olaraq fəaliyyət göstərdilər. Azərbaycanda cəbhə bölgəsində çalışdılar. Biz bunu da unuda bilmərik. Bugün isə ölkəmizdə olduğu kimi qardaş Türkiyədə də şəhidlərimizin xatirəsi ehtiramla yad edilir. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Söz yenidən sizdədir vəfa.